Choose the correct variant. Doğru variantı seçin. We Emma sent she to work in New York years ago. Biz variantlara diqqət etsək, düzgün zaman uzlaşmasına əsasən variantı təqdim etməliyik. Və biz burada since bağlayıcısını, daha sonra isə a year ago zaman zərfini görmüş oluruq. Və qeyd edək ki, since demək bağlayıcısında zaman uzlaşmasına əsasən since-dən sonra keçmiş sadə zaman, digər boşluğumuzda isə biz indiki bitmiş və yaxud da ki, indiki bitmiş davam edici zaman seçə bilərik. Və qeyd etdiyimiz variantlara əsasən özündən sonra keçmiş sadə zamanın olduğu variant D və Y variantında görünür. Sadəcə birinci tərəfdə indiki bitmiş zaman olmalıdır deyə biz Y variantını doğru götürmüş olacağıq. Have not seen və went. We have not seen Emma since she went to work in New York a year ago. O bir il əvvəl New Yorkda işləməyə gedəndən bəri biz Emma'nı görmürük. Qeyd etdiyimiz zaman uzlaşmasına əsasən doğru cavabımız Y variantıdır.